رمضان 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 مرحبا يا رمضان. بسم الله الرحمن الرحيم. اللهم أعني فيه على صيامه وقيامه وجنبني فيه من هفواته وآثامه وارزقني فيه ذكرك بدوامه بتوفيقك يا هادي المضلين. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و اهل بیته الطیبین الطاهرین و اصحابه المنتجبین. Allah Teala bütün ibadətləri, bütün taatləri hamımızdan qəbul eləsin. Mövzuu ki zehnimə gəlir, neçə cəlsədə bu məkanda onlara işarə eləyəm və onlara aid söhbət eləyəm. Mövzu duadır. Amma nə mütləq dua. Duaları ki Qur'anda var. Duaları ki Qur'an ayətlərində peyğəmbərlərin dillərindən və ya ayrı adamların dillərindən Allah Teala bizə nəql eləyibdir. Xob, duanın kəlməsi həm Allah Teala'ya aid və peyğəmbərə raci işlənər və həm biz bəndələrin haqqında. Allahdan dua və peyğəmbərdən dua, yəni Allahın dəvət etməsi dəyərlərə, ərzişlərə, yaxçılıqlara, məğfirətə, pis işləri tərk eləməklığa, vacib əməlləri, yaxçı əməlləri əncam verməğa deyəndə Allah dua eləyib, mənası budur. Amma dua bizlərdən, bəndələrdən, onun mənası, yəni Allahı istəyaq, Allahı çağıraq və özümüzün ehtiyacımızı, özümüzün tələblərimizi Allah Teala ilə mətrəh eləyək. Allah Teala Qur'anda buyurur ki, yəd'ukum liyaghfira lakum min zunubikum. Sizi Allah dəvət edir ta günahlarınızı bağışlasın. Mübarək İbrahim surəsinin 10-cu ayəsində bu ayədə Allahın çağırmağın, dua eləmağın buyurur. Ya ayrı bir ayədə Ənfal surəsinin 24-cü ayəsində Allah Teala buyurur: İstəcibu lillah bəlir-rəsul əzə dəakum limə yuhyikum. Allah'a icabət eləyin, Allahın peyğəmbərinə icabət eləyin, cavab deyin, ləbbeyk deyin, bəli deyin. O zaman ki sizi dəvət edir. O zada ki sizi dirildər, sizi ehya elər, sizə həyat verər. Amma bizlərdən dua sözü deyiləndə mən dua elədim, bəndələr dua eləsin, insanlar sizlər dua eləyin. Bunun mənası budur ki Allahdan ehtiyaclarınızı istəyin. Yəni adam özün muhtac bilə və Allahı qəni bilə. Qur'an baxışından duanın həqiqəti, yəni bəndəlik hissi. Bu ki adam özündə ubudiyyət hissi ola, bəndəlik hissi ola və Allahdan qurb و rəhmət istəyə. İmam Səccad aleyhissalatu vesselam bir hadis-i şərifidə buyurur ki, və min əzəmin ni'əmi aleyna cərəyanu zikrikə əla əlsinətina. Allah Teala'ya xitab,
buyurur ki Allah'ın böyük nimetlerinden bize İlahi Rabbim senin böyük nimetlerinden bize budur ki senin zikrin adın dillerimize gelir. Yani sen bize icazə verirsən ki seni çağıraq, senden danışaq ve eznukellena bi duaik. Bu Allah'ın böyük nimetidir ki o əzəmətlikdə zat-ı la şərik bizə icazə verir. Biz ki heç zadıq, o ki kəmal-i mutlaqdır. Onunla danışaq, ondan bizad istəyək və onun adın dilimizə gətirək. Və qalə rabbukum ud'uni astecib lekum. Allah Teala buyurur ki, məni çağırın, sizə mən icabət eləyim. İnnellezine yestekbirun an ibadeti seyedhulun cehenneme dahirin. Kur'an-ı Kerim insanların, değerlerin, ağırlığın, etibarın, dualarının endazesi kadar bilir. Yani ne mənə? Buyurur ki, ma ya'ba'u bikum ya lekum rabbi lovla duaukum. Dene eğer sizin duaz olmasaydı Allah size hiç etina eləməzdi. Yani duaza ait size Allah'ın etinası və təvəccühü var. Mən o iki zehnimdədir, hala deyəm, bunlar girişdir və müqəddimədir. Neçə dənə bir umumi nöqtələr deyirəm duaya raci ki, Qur'anda duaya raci nə mövzular var, nələr var, umumi sifarişlər. Hududən 160 dənə dua Qur'anda var. 104 ayədə dua gəlibdir ki, insanın ehtiyacların və istəklərin, istər aşkar, istər gizlin tələbləridir. Peyğəmbərlərin tələbləri, istəkləri, dualəridir. Salihlərin və ayrı adamların 160 duadır. Qur'andakı dualar bizə nəql olunub. Əgər bunları yığsaq bir yerə, o dualar ki Qur'anda var, ümumiyyətlə 5 bölümə bölünür. Biri peyğəmbərlərin dualarıdır. İkincisi ənbiyanın, peyğəmbərlərə yaxın adamlar. Məsələn, İmranın həyat yoldaşının duasını Qur'an bizə nəql eləyib. Üçüncüsü mələklərdir. Qur'anda bəzi dualar mələklərin dilindən nəql olubdur. Dördüncüsü başka bir grupların, cəmlərin dualarıdır. Və beşinci şeytanın duası. Bu 5 cür dua Qur'anda bizə deyilibdir. Peyğəmbərlərdən 80 dua deyilib. Və başqalardan da demək olar 80. Toplumi, cəmisi 160 dənə dua. Peyğəmbərlərin içində hamısından çox dua ki Qur'an onlardan nəql eləyibdir, Hazreti İbrahim əla nəbiyyina və alihi və aleyhissalama aiddir. 25 dənə dua Qur'anda onun dilican nəql olub. Kaş ola ki, İbrahim Peyğəmbərin dilində olan dualar nədir və onların anlamı, təfsiri, mənası nədir? Amma buna məcal olmayacaq. Bizə ancaq neçə məclis var ki, bəzi duaların mənasına biz işarə edəcəyik. İbrahim Peyğəmbərdən sonra Musa Peyğəmbər aleyhissalamdır. 18 dua Qur'anda onun dilindən nəql olubdur. Ondan sonra Resul-i Xatəm sallallahu aleyhi və alihi və səlləmin dualarıdır ki, 9 dənə dua ondan deyilibdir. Və ondan sonra Həzrət Zəkəriyya 8 dua və o birisi Nuh Peyğəmbər aleyhissalatu vesselam ki, ondan Qur'anda 7 dənə dua nəql olunubdur. Xub, şeytanın duası Allah'tan neymiş? Deyirik, şeytanın da duası Qur'anda var. Allah bizə nəql eləyib. Şeytanın istəyi Allah'tan həmməşəlik bir ömr və həyat və dirilikdir. Qur'an deyir, qalə ənzirni ilə yevm yub'asun. Allah məni diri saxla qiyamətə qədər. Əraf surəsinin 14-cü ayəsində şeytanın duasını Allah Teala bizə nəql eləyibdir. Ayrı qurumlar kimlərdirlə dua eləyiblər? Allah bizə onların dualarını nəql edir. Peyğəmbərlərdən başqa Talut, onun oğlanları, Əshab-ı Kəhvidir, Musa'nın qovmudur,
mücahidlərin dualarıdır, hacıların dualarıdır, Fironun ailəsi, həyat yoldaşı, eşinin duası, müşriklərin, Qureyşin kafirlərinin duaların, ulul əlbab, ağıllı adamların duasın ulul əlbab adında Allah Teala Quranda nəql edib ki, ağıllı adamlar Allahdan nə istərlər ki, bizlərə də bunlar hamısı dərs ola bilər. Və Yahuduların duaların Quran nəql edibdir. Quranda duadan məqsəd nəyə deyirik Quranda dualar? Hər bir ayə ki, Quranda dua modelində Rabbi sözü ilə, Rabbana sözü ilə, Allahümmə sözü ilə deyilib, biz onlara deyirik dua. Bir yerdə fəqət var ki, Allahümmə Rabbana iki kəlməni bahəm birlikdə işlədib ki, o da Həzrəti İsa əla nəbiyyina və alihi və aleyhisselamın dilindəndir. Qalə İsa, Allahümmə Rabbana ənzil əleyna maidətən minəs-səma. İsa Peyğəmbər deyir, Pərverdigara, göydən bizə bir süfrə göndər, maidə göndər, təkun lənə eyda, bizə bayram olsun, ləəvvəlina və axirina, ki orada Allahümmə Rabbana sözü deyilibdir. Quranda dualar, istəhlər, əgər istəyək bir yerdə xülasəsin, özətin deyək, bəzi dualarda dünyəvi istəhlər var, maddi istəhlər var, bəzi dualar mənəvi istəhlərdir. Pəs həm dünyəvi duaları Quran nəql edib, həm uxrəvi duaları. Hər duadan çox Quranda olan dualar, birinci yeri tutan dualar, günahların bağışlanmağıdır. Ki həm hər duadan çox və fəzlə ziyadə artıqdır yəni. Və ondan sonra Allah'tan rəhmət təqazası duasıdır. İmamlarımız aleyhimussalatu vesselamın önəmləri var idi, əhəmmiyyət verirdilər duaya. Qur'an-ı Kərim Həzrəti İbrahim Peyğəmbərə deyir Əvvah. Əvvahın mənası nədir? Peyğəmbərimizdən salavatullah aleyh soruşdular, ya Resulallah, Əvvah nədir? Həzrət buyurdu, Əl-Əvvah Əl-Xaşi Əd-Də'a. Əvvah yəni o ki, xuşu ola və çox dua eləyə vəl-mutəzərri, Allahın qarşısında, Allahın müqabilində təzərru eləyə, təvazu eləyə, razu niyaz eləyə. Əvvah yəni çox dua eləyən. Əmirul Müminin Ali əleyhisselamın da halatında nəql eləyəndə kitablarda belə yazılıb ki, Kanə Əmirul Müminin rəculən əvvah, rəculən də'a. Əmirul Müminin çox dua eləyən idi. Peyğəmbər salavatullah aleyhdən bir hədis-i şərifdə nəql olunub ki, Əfzəlu ibadəti ümməti bədə qiraətil Qur'an əd-dua. Ümmətimin ibadətlərin içində Qur'andan sonra ən fəzilətli ibadətləri dua eləməkdir. Bu hədisi Peyğəmbər buyurur, ardican, dalısıcan bu ayə-i şərifəni oxuyur. Uduuni əstəcib ləkum. Mən bu müqəddiməni ki, ərz elədim xidmətlərinizə və ərz elədim ki, Quranda Peyğəmbərlərin dillərindən və bəzi ovliyanın dillərindən dua nəql olunubdur. O miqdar ki, fürsət olacaq, imkan olacaq, bəzi duaları, bəzi Peyğəmbərlərdən inşallah həm sözün danışıb və qıssaca onların təfsirin və mənasını aydınlatmaq istəyirəm. İcmalən bu qədər ərz eləyim ki, duaya raci ərz elədim ki, ən yuxarı fəzilətli dualardan, ibadətlərdən biri duadır. Resulullah sallallahu aleyhi və alihi və səlləm buyurur, əfzəlul ibadə əd-dua. Dua şeytanın qələbə eləmağına mane olar. İstəsən gündəlik şeytanın hiləsindən, onun o məkrindən, şeytanətindən amanda qalasan, bir yolda dua eləməkdir.
Emirül Müminin Ali aleyhisselam buyurdu, ekser minet dua. Dua çok eləyin. Təsləm min savratiş şeytan. Dua çok eləyin, şeytanın şerrindən əmanda qalarsınız. Duanın xasiyyətlərindən, nəticələrindən, faydalarından biri budur ki, bəlanı dəf elər, bəlanı qoruyar, bəlanın qarşısını alar. Emirül Müminin Ali aleyhissalatu vesselam buyurdu, etfa'u el-bela'a bid-dua. Bəlaları dua ilə dəf eləyin, özünüzdən rədd eləyin. Mən bəzisini bunların nəql edirəm, ərz edirəm. Söz çoxdur, amma hamısına işarə eləyəm mərəm. Bazı dualar nəhy olunubdur ki, bazı duaları eləməyin. Hansı dualardır ona işarə elərəm. İcazə verin, hər bir zadın bir adabı var, ərkanı var, yolu var, yöntəmi var. Dua eləmağın da bazı ədəbləri var. Hədislərdə imamlarımızın dilləri can, dua ədəblərinin, adablarının bəzisinə işarə edeyim. Adam istəyir bir şey dua eləsin. Əlbəttə bunu deyim. Hər nə halda, hər nə şəraitdə, nə cür adam dua edir eləsin. Amma istəyəsən gözəl ola. Dedi, yöntəmi ilə, yatımı ilə, gözəlliyi ilə, incəliyi ilə bu duaları eləyək. Bəzi adablarından, ədəblərindən, yollarından biri budur ki, duadan qabaq adam dəstəmaz ala. Dəstəmaz ala, sonra Allahla başlaya danışmağa. İkincisi budur ki, adam qibliyə tərəf oturur, dua edir, Allahla danışır, qibliyə tərəf əyləşər. Ədəblərdən biri budur ki, duadan qabaq adam bir rəkət namaz qıla. Namazı qılandan sonra başlaya əllərin qoziyə və Allahdan sözlərin, hacətlərin, niyazların istəyə. Dördüncü budur ki, duadan qabaq adam Bismillahirrahmanirrahim deyə. Ayrı bir ədəb budur ki, duadan qabaq salavat deyə və ayrı yerdə var ki, sonunda da salavat deyə. Həm dua başlanmamışdan qabaq sən salavat denə, həm sözlərimi dedin, istəklərimi Allahdan istədin, sonunda da yenə Allahümme salli ala Muhammed və ali Muhammed. Dua ədəblərindən biri budur ki, adam günahlarını etiraf eləyə. Allah, mənim bu günahım var, səhvim bu olub, belə yanlışlarım olub, belə xətalarım olub, belə səhvlərim olub. Allaha adam bunları dilinə gətirə, etiraf eləyə. Bizzat unutmadan deyim, günaha etiraf etmək, günahı dilə gətirmək, Allahın yanında bu çox gözəldir. Duanın ədəblərindəndir. Adam deyir, Allah, bu işi görmüşəm, anlamamışam. Geçmişdə bu səhvlərim, bu günahlarım, bu xətalarım olub. Bilmədən ya bilə-bilə naməhrəmə baxmışam, bir müddət namaz qılmamışam. İraq sizlərdən, məsələn, içkiyə mən dəymişəm və. Bu günahları adam Allahın müqabilində dilinə gətirmək, bunlara etiraf eləmək yaxşıdır və müstəhəbbidir. Amma adam oturub günahların onun yanında bəzən deyirlər. Bu böyük günahdır. Mən geçmişdə məsələn filan xətanı eləmişəm. Oturam bunu dostuma deyəm. İndi yaxşı adam olmuşam məsələn, tövbəkar olmuşam. Gəlirəm dostuma deyirəm, keçmişdə mən belə bir günahlar elərdim. Buna icazə yoxumuzdur deyək. Günahda, geçmişdə olan günahları və yaxud bir adam indi günah əhlidir. İraq sizlərdən. Günahların başlaya ona buna nəql eləyə. Mən filan işi görərəm. Ya filan işi görmüşdüm. Bu çox böyük günahdır və Allah Teala bunu bəxşləmir. Dua ədəblərindən biri də budur ki, Qur'ana və əhl-i beytə adam təvəssül eləyə. Allah səni bu Qur'anın hürmətinə, məsum əhl-i beyt imamların hürmətinə və onlara adam təvəssül eləyə. Dua adam istəyə yerinə düşə, duanın ədəblərindən, adabından biri budur ki, özgələrə dua eləyə. Hələ özümə dua eləməmişdən qabaq, dostlarıma, qohum əqrəbama, famillərimə, qonşularıma, bütün xəstələrə, bütün yoxsuzlara, bütün evsizlərə, bütün problemi olanlara, bütün həbsidə olanlara, özgələrə dua eləyə, bu duanın adabındandır. Sonra adam özünə dua eləyə. Allah bu işi sevir. Və Allah sənin bu incə
rəftarı var, incə keçinməyi və xatir Allah da sənə bir incə və özəl və bir önəmli Allah təvəccüh göstərir. Allahın nemətlərinə iqrar eləmək. Ki Allah sən bizə bu neməti vermisən. Sən mənə həyat verdin. Sən mənə ovlad verdin. Sən mənə başarat verdin. Sən mənə fikir, zəka, huş verdin. Sən mənə göz verdin, əl verdin, əqil verdin. Adam nemətləri dilinə gətirə və şükür eləyə, verdiğin nemətləri və min şükür olsun. Evin abad olsun Allahım. Allahım hər bir neməti və illər boyu səcdə eləyəm, nemətimin şükrün yerinə gətirənməyəcəyəm. Ondan sonra adam dua eləyə. Dua ədəblərindən biri budur ki, adam yorulmaya, israr eləyə, üzdən getməyə. Üzdən getməmək ayrı zatlarda, onun bunun qapısında adam üzünün suyu gedə, bu yaxşı deyir. Amma Allah qarşısında istəmək, yorulmaya, gecə gündüz, ömür boyu Allahdan istəyə. Bu duanın adablarındandır. Bir də ədəblərdən biri budur ki, adam ərxeyin ola, Allaha hüsnü zənni ola, ümidi ola ki, Allah bunları eləyəcək. Əvvəldən deyə Allah sözümə baxmayacaq. Bunları mən deyirəm, boş-boş faydası yoxdur. Yox, Allah fəzli ilə, kərəmi ilə, ərhəmər rahimindir. Yusifi quyudan nəcat verən Allahdır. Yunisi balığın qarnından nəcat verən Allahsan sən. Sən qocuya rəhm eləyənsən, sən səğir uşağa rəhm eləyənsən, əlsiz ayaqsız uşağa süt verənsən. Allaha adam bu incəliqlə və yaxşı baxışla baxa. Və ondan sonra da adam öz duasına da amin deyə. Bunlar müxtəsər bir ədəblərdir dua babətindən. Bəzi dualar yaxşı deyir, bəzi işlər duada yaxşı deyir. Biri tələsməkdir. Bağışlayın. Bu ki adam elə tez-tez durmadan, dayanmadan tələsə ki tez bu olsun. Bunu duada nəhy elirlər. Bəzi vaxt adam tələsər bir şeylərə, dua elər ki xeyrinə deyir. Bu hədisdədir. Ondan sonra gərək adam hacətin, ehtiyacına kiçik bilməyə. Yəni bu İmam-ı Baqir ağa buyurdu: La tuhaqqiru sagiran min havaicikum. İstəklərinizin heç birinə kiçik baxmayın. Fa inna ahabbal mu'minina ilallah əs'aluhum. Allaha möminlərin ən sevgilisi, istəhlisi odur ki, Allahdan çox istəyə. İstəklərimizə deyək, bu kiçikdir. Nə? Sən öz istəkləri və Allahdan kiçik bilmə, onları həqir sayma. Rivayətlərdə bir sözlər var ki, həvik ki, vaxt azdır. Hətta qoyunun yeminə qədər Allahdan istəyin. Çalışın, çabalayın, əlləşin, gedin dalısıcan. Onacan belə dualərinizdə olsun. Hətta xəmirə vurduğun duzu da Allahdan istə. Demirəm əli və ağdan qəriyə vurma, o te heç bir iş görmə, denə Allah bu işi gör. Yox. Yəni, baxma ki, bu kiçikdir. Hər zadı Allahdan istəmək. Allahdan ölüm istəmək yaxşı bir şey deyir. Peyğəmbərimiz buyurdu sallallahu aleyhi və aleyh la yetəmənnəyənnə əhədukumul mevt. Allahdan heç biriz ölüm istəməyin. Bəziləri Allah məni öldürsün, Allah mənim yaxamı qurtarsın. Yox, dualarda, hədislərdə belə bir duadan nəhy olubdur. Buyurdu fəinnəhu la yədri ma qəddəməli nəfsi. Nə bilirsiniz özünüzdən qabaq nə göndərmisiniz? Nəyə Allahdan ölüm istəyirsiniz? Yox, tərsəsinə, əksinə Allahdan uzun ömür istəmək. Allah ömrümü öz yolunda xəşləməğa mənə tövfiq ver. Ömrümü bərəkətli elə, afiyyətli elə, həyat boyu sənə qulluq eləyim, sənə bəndəlik eləyim, möminləri və köməklik eləyim. Olmayan duaları gərək istəməmək. Əmirül müminin əleyhissalam buyurdu: La təsəl əmmə la yəkunu və la yəhil. O zat ki olmayandır və yaxşı deyir, onu Allahdan istəməyin.
Ovladınıza, özünüzə nifrin eləməyin dualarda. Əleyhinə dua eləməyin. Buyurdu, la təd'u əla anfusikum illa bi xeyr. Nə dua elədiniz özünüzə, balalarınıza, ancaq xeyr olsun. Tərsinə dua eləməyin. Ən yaxşı zamanları seçin dua eləməyə. Bəzi günlər, bəzi saatların çox önəmi var. Məsələn, əzan deyiləndə, əzandan sonra, əzan vaxtı, yağış gələn vaxt, ya məsələn adamın qəlbi sınıb, ürəyi sınıbdır, o zaman duanın icabət olan vaxtidir. Ya məsələn adamından göz yaşı gəlir, dua icabət olan, qəbul olan zamanlardır. Bəzi vaxtlar cümə gecələridir, Qədir gecələridir, bayram gecələridir, Şabanın 15-ci gecəsi, Rəcəbin əvvəl gecəsi. Bunlar hədislərə görə mühim zamanlardır dua eləməyə. Əsas duanın icabət olmağının şərti budur ki, adamın Allaha ümidi ola və hər yerdən əli üzülmüş bilə. Allah bütün varlıq səndəndir, bütün izzət səndəndir, bütün dərman səndəndir, bütün qudrət səndəndir, bütün elm səndəndir. Bunu gərək duada adamın diqqəti ola. O adamlar ki, onların duaları icabətə yetişməz, qəbul olmaz. Peyğəmbərimizdən hədis-i şərifdə var ki, neçə tayfanın duası qəbul olmaz. Enne əsnafen min ümmeti la yustacabu lehum duahum. Bir iddələr var ki, onların duaları qəbul olmaz. Tərsinə, bəzilərin duaları qəbul olar. Peyğəmbərlərdir, imamlardır, Allahın ovliyalarıdır, möminlərdir, alimlərdir, mücahidlərdir, Allah yolunda çalışanlardır, oruç tutanlardır. Ata-ananın duası oğlad haqqında, xəstə adamdır, duasının icabətinə hədislərdə var. Yaxşı adamlar ki, əl-açıqdırlar, duaları icabət olar. Amma tərsinə, rivayətlərdə var ki, bəzi tayfaların duaları qəbul olmaz. O cümlədən o evə ki, orada oğul istəyə ata-anasına nifrin eləyə və ya ehyanən orada içki içilə və ya orada məsələn bir ağa həyat yoldaşına nifrin dua eləyir. Hədisdə var ki, bunlar qəbul olmaz və yaxşı da deyirlər. Əlbəttə ayrı bir mövridlər də var, çünki zaman azdır, ona xatir bu miqdara iktifa edirəm. Və axəru davana enelhamdülillahi rabbil alemin və səlamu aleykum və rəhmətullah və bərəkatuhu.